Bizim vaxtında analarımız bir dənə göz bərətdilər ha. Mamam deyir de. Biz var ha. Vay. Deme tablan dünyaya. Səndə bir domuz da olsa sırtıqsa Gülbanı. Mama dayan bir dakika danışma. Sen bu telefonu götür TikTok'a gir. Videoyu çek. Patlatar sana. Nəyi partladacaq? Güzelliğin de var. Niyə partladacaq? Dadın da hala onu məni yoldan çıxarma. Məni yoldan Ne çıxarma. olub ki? Nə mən TikTokda nə edəcəyəm? Çekeceksen vay. Hə, sonra nə olacaq? Sonra videom beğeniler var. Sonra Çok olacaktı yani. bəyəniləcək qutardı getdi. İşim gücüm həll oldu. Hə, həkim olacağam ondan sonra. Yok. Mən səni istəyirəm həkim olasan. Elə, Bana dəxli yoxdur. dəstərvi elə, bax. Mama. Ha, başla. Suallar başladı. Suallar başladı. Ben gülme qalasam. Sənin gülmə qalım. Allahım elə, sənin gülündəyim də mən. Mən neçə il bundan qabaq dərsimi oxumuşdum. Təkrar yenə də oxuyuram səndən dərsimi. Denən. Mama el hissediyorum ki Mama, gözlerimin... mama. Hə, buyur Nurbanı. Köynəyim var ha. Qırışıb onu ütülə də. İndi görsən dərs etdirirəm. Bir də hərdən giririk YouTube reklamları girdi. 5 dəqiqəlik girdi, ortalığı pozdu. Köynəyi duraram indi ütüləyərəm. Dərs verəmsən? Yox. Get dərs verə. Hə. El hissediyorum Saat ki... 11 işte bu qonşu var ha. Mənim əlimdən 2 dənə bu qonşu 2 liraya qalıb evlənişiblər. Hamı mənim səsimlə. Tez elə. Mama, indi mənə inanmayacaqsan, amma el hissediyorum ki... Gözlə mən deyir, qarın ağrıyır. Hə, Gördün? Başın da ağrıyır. hə. Görsən dişin də ağrıyacaq. Ne baba biz qarnında bir sancı vurur. Hə, Vurur. hə, Başın ağrı gözlərin də bir zəiflədi. hə. Zəiflədi. Qulaqların düzə Sən necə eşitmir. bilirsən, qurban olum səni verən anaya. Çox Səni var ha. sevirəm səni verən Yetimçə, anaya. yetimçə. Sakit qal. Qurban olsun məni verən anaya. Yazıq mənim anam. Hara qurban olsun. Məni doğdu elə bilsən ki, hamballıqçı. Məni kimi olmamayın üçün, hambal olmamayın üçün deyirəm, oxu. Oxu. Dərsdən başqa var. Biz hər nə danışırıq. Nurbanı telefonu söndür. Nurbanı. Mama, onsuz tətildir də. Qabaqdan pay tətil də gəlir. Adı Qış gəlib, tətili. özü gəlməyən tətil. Müəllim indi yığar bütün tapşırıqları verər bizim canımız üçün. Heç nə olmaz. O tətilin adı var. İçində tətil yoxdur. Mən tapşırıq edirəm, sən mənim üçün yazsan da. Ay nə gözəl dedin. Bir Hə. sabat. Bir sabat. Cəmaatın uşaqları oxuyur, sənə bax. Dərs Qurban var. olsun. Pas qutarı bə. Nurbanı. Nurbanı köynəyi ütüləyirəm, durum gedim pastanı alım, şöyle gəlim uşağa dərs keçim. Nurbanı, hə? Biz həftədə 15 dəfə ruska alırıq. İtirirsən bu ruskaları hardan sizin? Mama, mən çay tök. Dərsi elə. Sonra çay da olar, yemək də olar. Başladı. Tez elə. Şeiri bidi, tez elə. Şeiri bidi. Azərbaycan. Ay sağ ol. Sonra Yadından çıxıb orası. Müəllimə də nə qədər yadınızda qalıb, o qədər danışarsınız. müəllimə dedi bu yadda qabudur. Müəllimə dedi ancaq bu. Yox, mənim yanımda bunlar qalıb. Şeirin qabağanı. Ay, yadından çıxıb orası, danışmayacağam. Müəllimə dedi ki, çıxıb elə şeiri bil, şeiri. Səni var, el bilir ki, sən mənimsəndir. Mama, bir daha sən oxu, sonra mən oxuyacağım. Yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Nə qəşəng oxudun mama. Sən də oxu. Azərbaycan. Axırın yox. Öz bildiyi eyni bu maya kimi dədbə də verməzsən. Gülbanı, dəstən başqa var ha. Mama, Hər bunu şey. qoy qırağa. Nəyi? Bu mahnını. Gözlərim yolda. Dəngül. Hə, gülür. Umarır səslərim. Mən bu belə pis oxudum. İndi gedək hamama, orada səs qəşəng maşın çıxır. Mən oraya gedim, gedək. Hamamda oxuyacaqsan? Hə. Bu hansı mahnıdır belə? Bu mahnıları nə hamam? Dərs öyrəsən deyir ki, hamama. Dayan. Sən bunları Başaydı da pisi. Niyə dayandırırsan? sən bununla oxuyub dərsini yarda qoysan, səsin də güya var. Niyə yoxdur ki? Qarğa kimi oxuysan hələ. Hamama gedibsən, hamamda küs sənin evlad təpivə. Dərs oxu, mən sənə gör elim aşırıram, oturanda gör hansı kişi ilə bir yerdə otururam. Dədim mən öldürəcəyim, mən enişte ilə Amma bu yadıram. sənə sədərəkdən almamışdı. Enişte. Sədərə yer deyil, hə? 2 manata.
Sədərə, sən sədərəydəki aldığım köynəyin dilinə bax, mesajına bax. Dilin çıxartmış, 5 metrəcik oxuyub, dərsi söylənəsiz. Sən çəkinmə yarım, mənəcə deyirsən. Eniştəyim belə deyib, hə? Eniştəyim bu uzunluğunda din çıxadıb, elm öyrətsin sizə. Bu kişi sənə nə mesaj verir? Bax gör nə deyir bu. Mama, hər şey kəşf olunca mən nə kəşf edeyim mən? Nə kəşf eləyəsən? Otur da kəşf olunmayan şeyi kəşf elə. Bu kişi ilə mən otururam, səninlə danışıram ki, gör elmi bax hələ bu kişinin dilinə. Bax hələ mazur olub, çıxadmayacaq. Mən də hələ, az dərsi beləyəm də. Dilim quruyub. Fanta içdim kökələcəyəm. İçində şərbət var. Gəl su gətir mənim üçün. Həmişə dönər Gör nə yeyirdim deyirəm. də. Gör dərsimi şeylə. Keçirir riyaziyyətə. Bunlar olmasa var, mən çoxdan ölmüşdüm ha. Şirniyyatın qüvvəsində Allah həyatdayam. eləməsin. Riyaziyyətdə, hə. Anar parkdan evə qədər yolun 90 addım olduğunu müəyyən etdi. Cəmaatın uşağı parkdan evə addım saya gedəcək 90 addımadır. Bizim parkdan evə neçə addımdır? 2 santimetr. Hə, 2 santimetr. Marketdən evə neçə addım olduğunu necə tapmaq olar? Məsələn, misal yazmaqla necə həll etmək olar? Mama, mən nə Anar bilim? getdiyi yolu Gülbanı indi deyəcək ki, neçədir? 90 addım Anargildən Gərək mən anların yanında olaydım da o vaxt. Orası da düzdür, orası da var. Anarın yanında olaydı. Onda mən haqq verirsən də mən yazmayacağam. Haqq vermirəm sənə. Bir get öz marketimizdə evə addımla. Dinən bizim marketimizdə evimiz bu qədər idi. Mən necə edirəm marketə haqqlıyım. Aşağıya get, addımla. Mən anarla yaxın deyiləm. Anar qədər də olmadım. Bu mənim kitab düzgün yazmıyor. Bəzi şeylərdə şey olur. Bəzi şeylərdə olur. Sinif otağında 28 şagird var idi. Tənəffüsdə 8 uşaq dəhlizə çıxdı. Aha. Dəhlizdə çıxan uşaqların 5-i yenidən sinifə qayıtdı. Otaqda neçə şagird oldu? Dinə mən nə bilim. Mən nə bilim? Ya, cavab. Uşaqlar saymışı çıxandan girəndən yadımdan çıxdı, neçə çıxdı, neçə səfər qayıtdı. Dinən ki, mən dəhlizə çıxandan sinifdə oturmuşdum, xəbərim yox, neçə səfər çıxdı. Mən bilmirəm neçə nəfər var sinifdə. Mən də çıxmamışdım dəhlizə. Dayan, dayan. Hə, yazdım, hə. Nətəsiz yazarsan, nətəsiz. Bunlar məntiqdir, sənin ağlını yoxlamaq istəyirlər. Prosta üzü görürlər ki, ağlımız, dərrəkəmiz nədir, yerindədir. Mağazada 52 qutu meyvə şirəsi var. Var idi. Günortaya qədər 19, günortadan sonra isə 26 qutu meyvə şirəsi satıldı. Nə yaxşı. Axşam mağazada isə qutu şirə qaldı. Mən nə bilim. Yaz cavab mən nə bilim. Endirimdir. Endirim idi, nə idi mən nə bilim. Kassada işləyirəm, mağaz müdiriyəm mən. Bu ikinci sinif uşağına bu qədər dərs bu nəyə lazımdır? Qabaq bizə öydü. Meyvə qabında neçə meyvə var? İkisinin yedi neçəsi qaldı? Sayırdı. Yüzlər tutardı. Mən də marketdə deyiləm axı. Bəli, marketdə olmadığa görə bunlar sənin üzü qınaya bilmərəm Gülban. Dərsim qutardı. Baxla kitabı, üzü ölürəm ha. Üzü ölürəm, beynim sökülür. Mən yandakı oğlanımla razılıq edirəm. Yenə də? Nə deyim? Dərsliyəsində yermə. Gecə saat 12-nin yarısı müəllimənin yerindən durğuzuram. Hər dəfə bu yağı. Salam Melek ki, müəllimə, bağışlayın sizi narahat elədim. Bizim uşağın yerini dəyişin, yanındakı uşaqdan narazıdır. Zəhmət olmasa sizdən bilirəm, artıq 16 dəfə yerin dəyişirsiniz, 17 olsun, 30 uşaq var, heç də olmaz. Bunu bir dənə yerin dəyişərsiniz, qabağa qoyursunuz, daha yaxşı olardı. Nə olar boyu uzun olanda? İndi boyu uzundur deyə qabaqda otura bilməz? Heç bir şey olmaz. Arıq uşaqdır. Boyu uzun olsa da arıq uşağı. Daldakı onun böyründən qabağı görəcək. Narahat olmayın müəllimə. Heç olmasa biraz da bu qabaqda otursun. Yazıq uşaq ancaq 6-cı sırada oturur. Görmür də, görmür. Müəllimə, sizdən xahiş edirəm, yanındakı uşağı dəyişib başqa bir uşaq verəsiniz onun yanına. Alo. Ad boy verdi üstümü. Müəllimə mən sayılmazlığı. Görsən? Nə istsən? Mama. Get yat. Yox, mən hələ babaşın yanına baxacağam. Səni var ya öldürərəm.